Kanalıma xoş gəlmisiniz. Hamınızı salamlayıram. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu jiletin, jaketin, sivitin ətək hissəsinə toxunmaq üçün daha yaxşıdır. Rezinka hissəsinə əvəzinə bunu toxuyuruq. Qəşəng görünür ətəyində. Uşaq paltarı toxuyanda uşağın paltarın ətəyinə daha çox yaxşı yaraşan bir naxışdır. Bunun üçün ilməklər 10-10 götürülür. 10 ilmək, 10 ilmək. 2 də kənar ilmək götürmüşəm. Artıranda 10-10 artırırıq buradan ilməkləri. 2 rəng sapdan toxumuşam. Hansı rəngdən istəsəz toxuya bilərsiniz. İndi bunun üçün mən belə bir sapımı götürürəm. Bu ağ sapdır. Kısa formada yığacağım. İkisini göstereceğim. 2 naxışın. 20, 2 də kənar ilmək. 22 ilmək yığacağım milimin üstünə. Mən milimin üstə 22 ilmək yığdım. İndi ilməkləri hamısını bu yüzden ters toxuyuram. Birinci ilməkdə toxudum. Birinci sıra olduğuna göre. Qalan ilməkləri hamısını ters toxuyuram. Hamısını ters toxudum axıra qədər. Kənarı da ters toxuyuram. Ters üzdən də hamısını ters toxuyuram. Formada toxudum. İndi bu 2 rəngdən olduğuna görə mən bura belə bir qırmızı sapımı bağlayıram. Bu hissədən. İndi burada birinci ilməni ters götürdüm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ilməni götürdüm, toxudum. Bir ilməni götürürəm, toxumuram. Yenə də 9 ilmək. 1, 2, 3, 4, 5, 6, 7, 8,
8, 9. Bu ilmeği de götürdüm. 10'uncunu. Kənarı da tərs toxudum. İndi tərs üzdən birinci ilmeğini götürürəm. Toxumadığımı yenə toxumuram. Burada 2 dəfə toxuyuram bir ilmeğini. 1, 2. Hər ilmeğini 2 dəfə toxuyuram. Dokuz ilmeğinin 9'unu da 2 dəfə toxudum. Bu toxumadığım ilməni yenə götürürəm, toxumuram. Yenə də bu ilmələri hamısını 2 dəfə toxuyuram. Kənarı da toxudum. İndi bura düz üzdür. Düz üzdən kənar ilmeğini götürürəm. Bu ilməkləri 2 dəfə elədiklərimi burada açıram. Əvvəl milimin üstünə 4 ilmək yığıram. 1, 2, 3, 4. 4 ilmek yığandan sonra bu ilmekleri açıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 ilmeğini açandan sonra bunları götürürəm bu milə, hamısını açdıqlarımı. Bu 4 ilmek kalır burada. Sonra bu 9 ilmeğini hamısını bir yerde bir ilmek çıkardıram. Sonra buraya yine 4 ilmek yığıram. İlmeklerin sayını düzeltirim de burada. 1, 2, 3, 4. 4 ilmek. Bu ilmeğini yine götürürüm. Bu formada. Sonra yine buraya 4 ilmek yığıram. 1, 2, 3, 4. 4 ilmek yığandan sonra bu ilmekleri təzədən yine hamısını açıram. Bu formada uzatıram ilmekleri. Sonra bu ilmekleri hamısını yine bu milə geçirdirəm bu formada. Sonra bu hamısından bir ilmek çıkardıram. Burada yine 4 ilmek yığıram. Ki ilmeklerin sayı düz olsun. 2, 3, 4 ilmek. Bu ilmeği yine götürdüm. Kenarı da ters dokuyorum. Formada.
İndi tərs üzdən hamısını tərs toxuyuram. Götürdüm. Bunu toxumadım, yenə toxumadım. Bunları hamısını burada 9 ilmek 9 da yerində qaldı. Da artma eksilmə olmadı. Kənarda tərs toxudum. Belə bu formada bir nakış alınır. İndi buradan bu sapı götürürəm, ağ sapı. Bir sıra tərs toxuyuram. Belə toxuyuram ki, buradan artıq rezinka hissəsi qurtarır. Siz yuxarısını hansı sapla istəsəz, o sapla da toxuyarsınız. Buranı düz də toxuya bilərsiniz. Mən indi göstərmək üçün bir sıra tərs toxudum. Toxumadığım ilməkləri də burada toxuyuram. İndi buradan yuxarı hissəsini siz özünüz hansı rəngdə istəsəz o rəngdə də toxuya bilərsiniz. Bu əvvəl toxuduğumdur. Bu da indi toxuduğum. Sağ olun. Bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.